Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. Mən Ozal Feyzli, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji Tənzimləmə və Monitorinq Departamentinin baş mütəxəssisi. Bugün sizə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin istehlakçı hüquqları sahəsindəki fəaliyyəti mövzusunda təqdimatla çıxış edəcəm. İcazənizlə təqdimata keçid etmək istəyirəm. Onu da ilk öncə qeyd etmək istəyirəm ki, əgər mövzu ilə bağlı hər hansısa suallarınız olarsa, şərh bölməsində qeyd edə bilərsiniz. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən istehlakçılara göstərilən xidmətlər. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnaməsinin 3.1.4-cü yarımbəndinə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq aşağıda göstərilən xidmətləri həyata keçirir. Gücü 200 kW-dan yuxarı elektrik qurğularının istismara buraxılmasına icazə, sənaye qaz qurğusunun istismarına icazə. Bu sözü gedən xidmətlərdən yararlanmaq üçün istehlakçıların təqdim etməli olduqları sənədlər. Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi qaydasının 2-3-cü bəndinə əsasən Enerji Məsələləri Tənzimləmə Agentliyi tərəfindən bu qaydanın 2.1.5-ci yarımbəndinə uyğun olaraq 200 kW-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və aşağıdakı sənədlər əsasında həyata keçirilir. 1. Ötürücü və ya paylayıcı sistem operatorunun verdiyi texniki şərtlər, ötürücü və ya paylayıcı sistem operatorları ilə razılaşdırılmış enerji təchizatı layihəsi, tikinti quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil təslim aktı, elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin sürəti, kontur torpaqlanma müqavimətinin ölçülməsi protokolu, transformatorun və avadanlıqların sınaq sazlama protokolu, elektrik veriliş xəttinin sınaq protokolu və qapalı işlər aktı, elektrik sayğacının quraşdırılması aktı. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində göstərilən sənədlər. Həmin sənədlər aşağıdakı sənədlərdir. Ərizəçi, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti. Əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa. Onu da qeyd etmək istəyirəm ki, gücü 200 kW-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat müəyyən olunmuşdur. Bundan əlavə, sözü gedən xidmətlərə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi qaydasının 3.3-cü bəndinə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən bu qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üçün texniki baxış istehlakçıların, sifarişçilərin təqdim etdiyi ərizə və aşağıdakı sənədlər əsasında həyata keçirilir. Qaz paylayıcısının verdiyi texniki şərt, qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi, tikinti quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil təslim aktı, quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları, qaz sayğacının quraşdırılması aktı, lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun 18.2.1, 18.2.2, 18.2.3 və 18.2.4-cü maddələrində göstərilən sənədlər. Onu da qeyd etmək istəyirəm ki, sənaye qaz qurğusunun istismarına icazə üçün dövlət rüsumu 100 manat məbləğində müəyyən olunmuşdur. İstehlakçılardan daxil olan müraciətlərə baxılması vəziyyəti. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın enerji sektorunda
istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar arasında mübahisələrə, habelə istehlakçıların müraciətlərinə baxılmaqdır. İstehlakçıların müraciətləri, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qəbul olunur və baxılır. Ötən ilin göstəricilərinə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçılardan daxil olan müraciətlər əsasən aşağıdakı məsələlər üzrə olmuşdur. Elektrik enerji təchizatı üzrə iddia müddəti keçmiş borcların istehlakçılardan tələb olunması, elektrik qurğu və avadanlıqlarının təhlükəli və qəzalı vəziyyətdə olması, məhsul şəxslərin fəaliyyətində narazılığın olması, gərginliyin normadan aşağı olması, xəbərdarlıq edilmədən qanunsuz olaraq elektrik enerjisinin verilişinin dayandırılması, elektrik enerjisinin təchizatında fasilələrin yaranması. Qaz təchizatında sahəsi üzrə istehlakçılardan daxil olan müraciətlər isə əsasən aşağıdakı mövzular üzrə olmuşdur. Qazın təzyiqinin normadan aşağı olması, qaz xətlərinin, qurğu və avadanlıqlarının təhlükəli və qəzalı vəziyyətdə olması, təbii qazın istehlak limitlərinin ləğv edilməsi, fərdi yaşayış evlərinin qaz paylayıcı şəbəkəyə qoşulmasında əsassız maneələrin yaradılması, qaz paylayıcısı tərəfindən tərtib olunmuş aktlara görə əsassız hesabatların aparılması, qaz təchizatında fasilələrin yaranması. İstilik enerjisi təchizatı üzrə isə mövzular aşağıdakı kimi əhatə olunmuşdur. Mənzillərin mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilməməsi, istilik enerjisinin təchizatında fasilələrin yaranması. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət istiqamətlərindən biri də elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyi istehlakçı hüquqlarının qorunması sahəsində aşağıdakı işləri həyata keçirir. Energetika sahəsini tənzimləyən qanunvericiliyə uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi üçün nəzarət subyektlərinin gördükləri işlərlə əlaqədar məlumatları toplayır, təhlil edir və sistemləşdirir. Həmçinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində digər dövlət orqan və qurumları ilə sıx əməkdaşlıq edir. İstehlakçılardan elektrik və istilik enerjisi, habelə təbii qaz təchizatı və digər məsələlərlə bağlı olan ərizə, şikayət və təkliflərə baxır və müvafiq tədbirlər görür. Müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmətin göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür. Müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir. Bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür. Müvafiq sahədə istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir. Təchizat müəssisələri ilə istehlakçılar arasında mübahisələrə baxır. Agentlik tərəfindən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər işlənib hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin tələblər ilə elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insan həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elektrik şəbəkələri ətrafında mühafizə zonalarının, torpaq sahələri, su və hava məkanı ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təkmilləşdirilmişdir. Bundan əlavə, elektrik şəbəkəsinə dair qaydalar işlənib hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalar ilə elektroenergetika sisteminin idarə edilməsində elektron texnologiyaların tətbiqi və bu yolla iş proseslərinin sürətləndirilməsi, elektrik şəbəkəsinin istifadəçilərinin və ya
istifadəçi qruplarının elektrik şəbəkəsinə qoşulması və ya bu şəbəkədən istifadəsi zamanı ayrı seçkiliyə yol verilmə hallarının qarşısının alınması üzrə texnologiyaların tətbiqi və bu cür hallar üzərində dövlət nəzarətinin gücləndirilməsi, daha çox ərazilərin elektrik enerjisi ilə təmin olunması üçün səmərəli şəraitin yaradılması təmin ediləcəkdir. Qeyd etmək istəyirəm ki, istehlakçılar onları maraqlandıran məsələlərlə bağlı gördüyünüz aşağıda qeyd olunan vasitələrlə enerji məsələlərini Tənzimləmə Agentliyinə müraciət edə bilərlər. 974 çağrı mərkəzi vasitəsilə, rəsmi internet səhifəsində onlayn müraciət bölməsi vasitəsilə, elektron poçt vasitəsilə, birbaşa məktub göndərməklə və aşağıda gördüyünüz sosial media vasitələri üzərində. Təqdimatımız yekunlaşdı onunla da, amma indi əgər varsa şərh bölümündə sizin suallarınızı cavablandırmağa çalışacağım imkan daxilində bizə ayrılmış vaxt ərzində. Bir neçə sualımız var burada. Kamran İskəndərov istilik şəbəkəsinə qoşulmaq üçün texniki şərtin verilməsindən hansı halda imtina edilə bilər? Bununla bağlı qeyd etmək istəyirəm ki, istilik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlərin verilməsindən imtina edilən hallar təqdim edilən sənədlərdə səhv və ya təhrif olunmuş məlumatlar olduqda istilik şəbəkəsinə qoşulmaq üçün nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə istilik şəbəkəsi və ya mövcud istilik şəbəkəsinə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda təsdiq edici sənəd və ya əsaslandırmalar təqdim edilmədikdə istilik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlərin verilməsindən imtina edilir. Növbəti sualımız Zülfiyə xanımdandır. Ödəmə sənədində səhv olarsa nə etməliyik? Əgər elektrik enerji təchizatında barədə sualdırsa, onda əgər ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Bu tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq elədiyi elektrik enerjisindən istifadə qaydaları ilə. Kazımova Şəfaqət xanım, elektrik enerjisi hansı hallarda dayandırıla bilər? Elektrik enerjisinin dayandırılması tənzimlənir elektroenergetika haqqında Azərbaycan Respublikasının qanunu ilə, eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi elektrik enerjisindən istifadə qaydaları ilə. Bu halda həmin qanuna və qaydaya əsasən ötürücü və paylayıcı sistem operatoru tərəfindən istehlakçı elektrik enerjisinin verilməsi sadaladığım hallarda dayandırıla bilər. İstehlakçının müvafiq yazılı müraciəti olduqda elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən sonra sərbəst olmayan istehlakçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən müddətdə sərbəst istehlakçı tərəfindən elektrik enerjisinin təchizatı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə tam məbləğdə ödənilmədikdə təchizatçının təşəbbüsü ilə dayandırıla bilər. Bundan əlavə, təchizatçı dəyişdikdə, yeni təchizatçı ilə müvafiq müqavilə bağlanmadıqda, təmir, profilaktika və qaza işləri görüldükdə, o cümlədən baş verən yanğının və qaz sızmasının qarşısının alındıqda, ötürücü və paylayıcı sistem operatoru tərəfindən məhkəmənin qərarı ilə, paylayıcı sistem operatoru təşəbbüsü ilə daha doğrusu, məhkəmənin təşəbbüsü ilə dayandırıla bilər. Bundan başqa, məhkəmənin qərarı ilə dayandırıla bilər. Digər bir hal, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılması zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. Başqa sual, növbəti sual Səbinə xanım tərəfindən elektrik sayğacı zədələndikdə kimin hesabına təmin olunmalıdır? Bu məsələdə elektrik enerjisindən istifadə qaydaları ilə tənzimlənir. Elektrik enerji istifadə qaydalarının müvafiq bəndinə əsasən istehlakçının o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya
qoşulma sxemi pozulduqda təmir, əvəz etmə, dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğaclarının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerji təsisatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və iki tərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imza etməkdən imtina etdikdə, bu barədə akta müvafiq qeydlər aparılmalıdır və yol verilmiş pozuntu texniki vasitələrlə foto və ya video çəkiliş aparılmaqla qeydə alınmalıdır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təsisatı müəssisəsi tərəfindən enerji təsisatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Şərh bölümündə əlavə suallarımız yoxdur. İsmarız bölümündə bir neçə sualımız var. Onu da mən yazılı sizə cavablandıracağam. Hörmətli izləyicilər, bununla da canlı yayımımız başa çatdırırıq. Hər birinizə təşəkkür edirik.